Onlardan biri Səbail Turan Tovuz maçı oldu. Yəni biri düşmə xəttindədir. Digəri Avrokuboklar üçün 4-cü pillədəki yerini qoruyub saxlamağa çalışır, yəni mübarizə aparır. Heç-heçə nəticə, yəni qolsuz bərabərlik qeydə alındı. Amma günə dəqiqə vuran əsas məsələ nədir? Qalmaqallı səhnə. Yəni burada Sport İnfosu xəbər verir ki, Tovuzların yarım müdafiəçisi Veysel Rzayev öz komandasının azarkeşləri ilə dava edib. Özdə kimlə? Öz komandasının azarkeşləri ilə. Buna səbəb azarkeşlərin son zamanlardakı uğursuzluqlara görə futbolçulara etiraz etməsi olub. Fanatların sözlərinə əsəbləşən Rzayev tribunalara çıxaraq onlara hədə-qorxu gəlib, onlarla dava edib. Olar bir dənə söz deyim. Buyur. Mikrofon açıqdır. Bizim mentalitetdir. Türkiyəli futbolçanın mentalitetidir. Futbola uyğun deyil. Mən açıq deyiləm. Harada görmüşük, düz olub. Kantana da dalaşıb, başqaları da dalaşıb. Amma bizdə, yəni biz futbolçular var ki, bir çərçivə, ondan kənar bir söz işlənəndə mən başa düşürəm. Mən başa düşürəm bunu. O bir şəxs kimi sənə bu sözü ünvanlasa, kənarda sözün də deyil, davadalaş deyil, nə istəyirsən elə. Amma ən azından sən futbolçusansa, ehtiyac yoxdur buna. O onsuz da artıq əski, belə deyim, kiminsə şəxsiyyətini təhqir edən bir azarkeş, bu ya emosional şəkildədir, ya da kobud şəkildə öz səviyyəsini göstərir. Və ona sadəcə utandırmaq mənasında bir kəlmə demək də olardı ki, mən başqa cavab verərdim, amma düzgün deyil, belə danışma, biz də istəyirik qalib gələk. Daha yumuşaq, bəlkə də o gəlibsə bu üzr istəyəcək. Burak Yılmazın məsələsini xatırlayırsan, kənardan demişdilər ki, sən adamsan, Burak Yılmaz'a, sonra illər sonra gəldi üzr istədi. Ola bilər reaksiya vermək, amma çıxıb tribunaya, azarkeşlə dalaşmaq, nə bilirsən kimdir? Əlbəttə, bilmirəm. Küçədə insan dalaşmağa qorxur. Sən futbolçusan. Tanımırsan kimi. Allah uzaq eləsin, əlində başqa bir şey olar, xəsarət yetirər, karyeran məhv olar, sənin qazanc yerindir, işindir, futbolundur. Əlbəttə ki. Nə ehtiyac var buna? Sən də emosional şəkildə əsəbləşmirsən, əsəblərini qoru. Sən bu klubun üzvüsən. Onlar da Tovuzlu azarkeşlərdir. Onların haqqı var, əlbəttə ki, təhqir olmamalıdır. Amma o vəziyyətdə biraz əsəblərinə hakim olmaq lazım. Azarkeş çılğındır, oyundan sonra atmosfer gərgin. Turan Tovuzlu azarkeşi bilirik, komandalarına hansı formada bağlıdırlar. İddiaları nədir, onu da bilirik. Hətta bugün Qurbanberdiyevə belə etiraz eləyən, alınan nəticələrə üsyan eləyən bir Turan Tovuz azarkeşlərindən danışır. Gör, vəziyyət nə yerə çatır? Barcelonanın səfərdə uca məşqçidən danışır. Yəni, indi sən də hər zaman fikir səsləndirirsən ki, yəni keçmiş keçmişdə qalır. Bugünkü nəticə, əgər sən Turan Tovuza gəlmisənsə, yəni nələrisə vəd verib gəlmirsən, yəni bura istirahət edib gəlməmisən, yəni pul qazanmağa təkcə gəlməmisən, amma bir məsələ var ki, sən çox düzgün buyurdun, yəni orada azarkeş də cibində bir kəsici alət ola bilərdi, o alətdən istifadə edib futbolçuya xəsarət yetirə bilərdi, amma Turan Tovuzun oyuncusunun o formada, tribunaya belə də şığıması, yəni bu qoçuluqdur. Əlbəttə ki. Yəni, Qurbanberdiyev kimi nizam-intizama hər zaman önəm verən, deyirik, diqqət yetirən bir məşqçinin oyuncusu belə hoqqalar verməz. Azarkeşlər qarşısında belə hoqqalar